Bugün Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb. Bugünə qədər Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan ailələrdən ibarət köç karvanı Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə kəndə 163 nəfər olmaqla 41 ailə köçürülüb. Bütün millətimiz belə azad yaşasın həmişə. Bunun dillə demək olmur. 35 ildir həsrətini çəkmişik. Bugün Allahın bu gününə çox şükür ki, öz vətənimizə qayıdırıq. İllərin vətən həsrəti sona çatır. Gözlərində sevinc, ürəklərində isə doğma yurda dönüşün həyəcanı var. Uzun illərdən sonra vətənə qovuşurlar. Bəziləri üçün bu yeni həyatın başlanğıcı, bəziləri üçünsə keçmişə atılan addımdır. Mən bu gün çox sevinirəm. Ailə uşaqlarımla, nəvələrimlə gedirəm. 19 yaşımda çıxmışdım, 55 yaşımda gedirəm. Planlarım gedib işləyəcəm belə. Nə bilim, gəzəcəm, evimdə oturacam belə. 33 ildən sonra qayıdırıq. Sevincimizin həddi hüdudu yoxdur. Laçında yaşamaq. Neçə illərdə oranın həsrəti ilə yaşayırıq. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır.